Əcəb balacanın adını Şəhriyarın rəhmətə gedən oğlunun adını qoymadınız, Allah qorusun. Deməli, bu sual-cavab qutucuğunu qoyanda Zeyd üçün hələ metrika almamışdıq qızlar. Hal-hazırda Zeydin tam adı Zeyd Aslandır. Yəni, tam Aslan da qoymaq istəmədik. Çünki necə deyim, bir dənə aslanımız var da onsuz da, yəni onu əvəzləyici kimi istəmədim olsun. Amma ki, təkcə Zeyd qoymağa da ürəyim gəlmədi. Əslində son ana qədər ağlımızda Aslan adı qoymaq fikri yox idi. Sadəcə Şəhriyar metrikanı almamışdan 2 gün ya 1 gün qabaq qayıtdı. Mənə dedi ki, sabah gedirəm həkimdən kağızı götürməyə. Day Zeydin də şəxsiyyət vəsiqəsi olacaq, metrikası olacaq, belə fəxrlə şeylədi. Sonra ah çəkdi, dedi ki, Aslan adı da elə xoşuma gəlirdi, heyf belə elədi. O söz mənə çox pis təsir elədi. Yəni o adı deyə bilmədi, xəyalları yarımçıq qaldı, arzuları yarımçıq qaldı. Mənə çox təsir elədi də, yəni. Ona görə dedim ki, get Zeydin yanında Aslan qoy. Birinci dedim, istəyirsənsə Aslan qoy, problem deyil yəni mənim üçün. Sonra dedim, dedi, yox, ehtiyac yoxdur. Dedim, onda Zeyd Aslan qoy. Beləlikcə Zeyd Aslan olmuş oldu. Həm də dedim ki, sabah bir gün inşallah bir uğuru olanda, bir nailiyyəti olanda qardaşım da adını yaşatmış olar. Bacılar da baxıb fəxr eləyər.